Gümrük İdarəsinin yanlış qiymət siyasəti var. Yanlış yəni işin yaxınlaşma prizması olmalıdır. Həmin o səhv qiymətin təyin edilməsi, sahibkara təzyiq olunması nəticəsində bu günləri bahaçılıq, həmin bahaçılıqlardır. Süni qiymətlərin artırılması, sahibkarların öz bizneslərindən, cənab prezident dediyi kimi qapısını bağlayıb çıxıb getməsi. Onlardan biri də mən olacam bu yaxınlarda, cənab prezident. Elə siz dediyiniz kimi biri də mən olacam. Bəs bunlara kim baxacaq, cənab prezident? Kim bunlara göstəriş verəcək ki, ay qardaş, belə olmaz. Sən dinləməlisən. Sən qanunvericiliyi rəhbər tutmalısan. Sən qanunvericilikdən kənar keçməməlisən. Nətər olur ki, sən mənim sənədlərimi, mənim isbatlarımı sən qəbul eləmirsən? Axı bu mümkün deyil axı. Mənə yaxınlaşırsınız aeroportda ya hardasa sərhəddi keçirsiniz, sənədi göstərirsiniz pasportda. Pasportda yazılıb ki, filan kəs